Həzrət Əli bu cəmiyyətin içində yaşadı, qərib yaşadı. Onu qəbul eləmədilər. Axırıncı günlər bilirsiniz necə idi? Siz Allah dəhşətə, faciəyə baxın, deyir, danışırdı minbərdən. Cəmaat belə verdi. Yəni, qutar, bitir. Bəli, doğrudan da ağlamalı məsələ budur. Cəmaatın gözünə baxırdı, görürdü ki, cəmaat yorulub ondan. O gözlərin içində özünü çox qərib hiss elədi. O baxışların içində. Yatdı, yuxusuna Peyğəmbər gəldi. Peyğəmbərə şikayət elədi. Öz qəribliyindən. Peyğəmbər onlara dua elə, bəddua elə. İlahi, mən onlardan daha xeyirlisini, onlara məndən daha pisini qismət elə. Əlinlə böyük qarğışı bu olar.